Türkiyədə Star xəbər olaraq sizin qarşınızda. Bugünkü müsahibimiz Azərbaycan musiqi sahəsində yeni uğurlarla sənətə gələn və bu uğurlarını bizlə paylaşmaq istəyən Vüqar Qarabağlıdır. Vüqar bəy, xoş gəlmisiniz. Xoş gördük. Bugün sizinlə sənətə gəlişiniz, uğurlarınız və gələcək planlarınız barədə söhbət açmaq istərdik. İlk öncə sualım budur ki, niyə görə məhz Qarabağlı ləqəbi? Qarabağ torpağından olduğunuz üçünmü, ya Qarabağın muğam beşiyi, sənət beşiyi olduğu üçünmü bu ləqəbi özünüzə götürdünüz? Demək olar ki, biz Qarabağ cəmaatı, yəni çox vətənimizə bağlı bir insanıq, Azərbaycana bağlı bir insanıq. Yəni bütün regionlar hər biri, məsəl üçün bəzi müğənnilər var, Cəlilabaddan olur və yaxud başqa regionlardan olan müğənnilər, hərəsi öz necə deyim, torpağını mənimsəyir, yəni elə bir ləqəb götürür üzərinə. Mən bu ləqəbi özüm götürmədim. Bir neçə dəfə uşaq yaşlarımda efirlərə çıxdığımda bəzi böyük sənətkarlarımızdan belə bir cavab aldım ki, Qarabağlı balası çox gözəl ifa edir mahnıları. Yəni ondan yana bu mahnıları oxudum, yavaş-yavaş Qarabağa aid mahnılar, elə ləqəbim də qaldı, yəni Vüqar Qarabağlı. Çox gözəl. Ümumiyyətlə, neçə ildir bu sənətlə məşğul olursunuz? Profesional sənətlə 7-8 ildir məşğul oluram. Amma musiqi məktəbinə çox az yaşlarımdan getmişəm. Musiqidə də daha doğrusu uğurlarım olubdur. Musiqi məktəbini çox təmsil etmişəm. O yüzden də hər zaman məktəbdə birinci olduğum üçün profesional bir, necə deyirlər, səhnəyə çıxmışam. Çox gözəl. Bu sahədə səsinizin olduğunu, istedadınızın olduğunu nə zaman hiss elədiniz? İstedadımın olduğunu 5 yaşlarımda, 6 yaşlarımda, uşaq vaxtı televizorlara biz çox baxırdıq. Amma mən qeyri-adi bir uşaq deyərdim özümə, çünki mən uşaq vaxtı daha çox muğamları, o bir uşaqlara baxırsan ki, estrada, pop janrı bunları dinləyirlər, amma mən ən çox muğamlarımızı dinləmişəm. İlk dinlədiyim insan Məhəbbət Kazımov olubdur. Məhəbbət Kazımovun Ay ki Məhəbbətim mahnısı ilə, efirə çox çıxmamışam mahnıdan. Çünki uşaq yaşlarımda, məsəl üçün, əzbərlədiyim bir mahnı olub, belə dilimə düşüb o mahnı. Sonralar musiqi məktəbinə qəbul olmuşam. İlk oxuduğum ifa isə Məhəbbət Kazımovdan ilk Məhəbbətim. Musiqi ilə bağlı hər hansı bir təhsiliniz varmı? Musiqi ilə bağlı Tofiq Qoyev adına 12 saylı musiqi kollecini bitirmişəm və 2 il müddətində muğam teatrını bitirmişəm, 2 illik orada təhsil almışam. Müəllimlərim Qəzənfər Abbasov, Aygün Bayramova, Teyyub Aslanov sənətlarına dərs almışam. Fəxr edirəm ki, belə gözəl insanlardan dərs almışam. Əsas müəllimim, mənim əsas hazırlayan ölkədə müəllim Qəzənfər Abbasovdur. Əməkdar müəllim adına da bu yaxınlarda layiq görüldü. Təbrik edirik. Bu illər ərzində deyirsiniz ki, 7-8 ildir artıq bu sənətdəsiniz. Bu illər ərzində qazandığınız hər hansı bir uğurlarınız olubmu? Bu illərdə mənim üçün uğur, bəzi insanlar üçün uğur maddiyyatdır, bəzi insanlar üçün uğur çox şeylərdir. Amma mənim üçün uğur heç də maddiyyat deyil. Çünki Azərbaycanı bir neçə ölkədə təmsil etdiyim üçün çox özümü şanslı hiss edirəm. Bu mənim üçün bir fəxrdir ki, Azərbaycanı mən 2013-cü illərdə, məsəl üçün, Türkiyə yarışları keçirildi, uluslararası Türk müsabiqəsi keçirildi. Orada Azərbaycanı təmsil elədim və birincilik aldım və 2009-da da Azərbaycanı vaxtı Belarusiyada təmsil elədim, sertifikatla dəyərləndirildim. Bu uğurlar, çox uğurlarım olubdur. Həqiqətən bu uğurlara fəxr edirəm ki, mən Azərbaycanı təmsil edə bilirəmsə, mənim üçün çox xoşdur. Bizə də nə xoş. Eşitdiyimizə görə bu yaxınlarda Heydər Əliyev Sarayında Zirvəyə Doğru mahnı müsabiqəsinin iştirakçısı olmuşsunuz. Bu barədə danışmağınızı istərdik. Heydər Əliyev Sarayına çox təsadüfdən getdim, qatıldım. Səsimin batmış dövrləri idi. Bu yaxınlarda olub, belə çox vaxtda deyil. Qatıldım, heç inanmadım ki, məni seçərlər. Müsif heyəti var idi orada. Təyyar Bayramov və bir çox müsiflərimiz var idi. Ağa Cəbrayıl müəllim oradaydı. Bunlar səsimi eşidəndə dedilər ki, biz bilirik ki, sən necə oxumusan, elə var, məsəl üçün, oxuyursan, səsində problem olur, başa düşürlər ki, bunlar müvəqqəti bir şeydir də, keçib gedəcək. Bunlar bunu bu səbəbdən bildilər və sonra ikinci gün gəlində səsim daha yaxşı
mən özüm də hiss elədim ki, alındı. Onlar məni müsabiqəyə yəni götürdülər və bu müsabiqədə də birinci oldum. Qaliblərdən oldum, çox sağ olun. Və Heydər Əliyev sarayında, yəni orada da çıxış etməyim mənim üçün çox böyük nailiyyətlərimdən biri o oldu ki, o yəni böyüklükdə bir sarayda mənim yüzlərlə tamaşaçının qarşısında olmağım mənim üçün çox belə fəxr edici bir hiss oldu. Amma yəni o müsabiqədə məndən əlavə də uşaqlar var idi ki, estrada üzrə, muğam üzrə hər birimiz başqa mövqelərdə yəni girmişdik ora. Onlar da birinci olan da oldu, ikinci olan da oldu, amma mən birinci oldum və Heydər Əliyev sarayında bizi xeyriyyə konsertlərinə apardılar. Bunu da vurğulayım ki, çox sağ olsunlar. Mən heç bir yəni xeyriyyə tədbirindən qalmıram. Yəni nə vaxt xeyriyyə tədbiri olsa, mən hər birində iştirak etməyə yenə də deyirəm. Özümə borc. Bir neçə müsabiqədə iştirak etdiyinizi vurğuladınız. Sizcə bir müğənniyə sənət uğuru üçün hər hansısa bir yarış müsabiqəsi lazımdırmı? Məncə mütləq. İndiki müğənnilərimizin əksəriyyəti, indiki müğənnilərimizdə, keçmiş müğənnilərimizdə hansısa bir müsabiqələrdən, hansısa bir yarışlardan yadda qalıblar. Mən nə xalq ulduzu, nə yeni ulduz bu yarışmaların heç birində olmamışam. Amma az da olsa, yəni bu internet xəbərlərində mi deyim, yəni region kanallarına mən çox dəvət edirlər. Yəni bu sahədə heç olmasa biraz tanınmağım, yəni bu mənim üçün böyük bir şərəfdir. Amma xalq ulduzunda da, yeni ulduzda olsaydım, yəqin ki mən də onlar sırasında olardım. Çox lazımlıdır. Bir neçə uğurunuz olub, gənc yaşda olmağınıza baxmayaraq. Bu uğurunuzdan sonra sənətinizdə durmu deyirsiniz, ya hal-hazırda irəlidə bir sənət yenilikləriniz varmı? Əsasən də belə deyək də, yeni mahnılar üzərində sizə məhz sizin özünüzə aid bir mahnılar üzərində işləyirsiniz? Özümə aid 2 dənə mahnım artıq ərsəyə gəlib. İnşallah mahnılara klip də çəkiləcək. Mahnı biri şən mahnıdır, çox şən mahnıdır, gözəl bir mahnıdır. Biri isə lirikadır. Yəni mən özüm də əsas özümə xoş bildiyim lirika mahnılarından çox ifa edirəm. İnşallah bu yaxınlarda, yəni ilk olaraq sizə xəbər verəcəm. Təbii ki, klip təqdimatını, ondan sonra inşallah klipin yəni çəkilişlərini, mahnının efirə çıxmağını, hər bir şeyi inşallah yaxınlarda çox uğurlar mən yəqin gözləyirəm. Uğurlarınız bol olsun inşallah. Çox sağ olun, təşəkkür ederim. Efirdə demək olar ki, görünmürsünüz. Yəni bir neçə mahnılarınız var, internetlər dinlənilir, amma efirdə görünmürsünüz. Bu nə ilə bağlıdır? Efirdə görünməməyim, yəni efirdə mən deməzdim ki, görünmürəm. Yəni mən bəzən Space kanalına ya ATV kanalında çox oluram. Daha doğrusu elə də çox yox. Hər hansı vaxtlarda çox sağ olsunlar, dəvət edirlər, gedirəm. Amma çox tanınmağın, yəni belə mən ancaq maddiyyat baxımından fikirləşə bilərəm ki, yəni maddiyyatın olan üzrə elə mən bu dəqiqə çox yəni can atmıram ki, tanınam. Yəni ümidim Allahdandır. Nə vaxtsa bu səs, sənət varsa, inşallah nə vaxt olur olsun tanınacağım. Amma yəni səsim olmasaydı filan, onda mən deyərdim ki, mən maddiyyata çox tələb olundu, səsim olmasaydı oxumazdım təbii ki. Amma yəni belə bir şeylər var. Yəni əsas maddiyyatdır ki, sən səhnədə olasan, gündəmdə olasan, tamaşaçılar da səni görsün. Sənətdə digər sənətçilərlə münasibətiniz nə yerdədir? Yəni bugün Azərbaycan şou sahəsində, ümumiyyətlə sənətçilər arasında münasibətlər elə də durğun deyil. Və sizin münasibətiniz nə yerdədir? Dostluq etdiyiniz şəxslər varmı sənət aləmində? Təbii ki, var. Mən yəni heç bir sənət indiyənə qədər sənətçi dostlarımla, yəni qalmaqal elədiyim vaxtlar olmayıb. Yəni mən gündəmdə deyiləm, tanınmamışam, amma öz aramızda da olsun, nə incikliyim, nə qalmaqal yaratdığım vaxtlar olmayıb. Mən Anar Məmmədov, Yeni Ulduz müsabiqəsinin birincisi oldu Anar Məmmədov. Anarla çox yaxşı dostam, yaxın dostam. Kamil Cəfərov, xalq ulduzu. Kamil Cəfərovla da yəni yaxşı dostam, çox yaxşı insandır. Ayaz Qasımov, həm yerlimdir, həm gözəl sənətçidir. Çox gözəl, mən deyərdim sənətkardır, gözəl mahnıları. Mənim yəni bu sənətə gəlməyimdə böyük rolu olan Rəmiş müəllimə çox borcluyam. Yəni həm də deyərdim ki, Rəmiş müəllim böyük sənətkardır, həm də Rəmiş müəllim böyüklə böyük, kiçiklə kiçikdir. Ona görə Rəmiş müəllim mən özümə çox yaxın bir dost bilirəm, çox yəni böyüyüm bilirəm.
Yəni sənət baxımından könül tağı ibadə, yəni belə tanışdığım var. Bir çox var yəni sənətçilər. Əsən Yerlər mahnısına qayıtmaq istəyirəm. Bu mahnı mən deyərdim ki, Vüqar Qarabağlının sənətə gəlişində çox böyük bir rol oynadı. Çünki bu mahnı ilə sizi tanıyanlar çox sevdilər. Belə deyək də, bu mahnıya bir növ yeni bir nəfəs də gətirdiniz siz. Bu mahnıya klip çəkdirmək fikriniz varmı? Bu mahnını mən ilk oxuyanda ürəkdən oxudum. Çox yəni mahnıya can qoydum ki, bu mahnı gözəl alınsın. Çünki bu mahnını oxuyan bizim böyük sənətkarımız Zeynəb Xanlarovanın mahnısıdır. Və bir növ yəni Zeynəb Xanlarovanın oxuduğu ifa tərzinə mən inanmıram ki, mahnını ikinci dəfə onun kimi kimsə, yəni mən özüm də içində olmaqla yaxşı oxusun. Amma mən də yəni gənc sənətçi olaraq istədim ki, mən də oxuyum. Sizlərin yəni sözündən və tamaşaçıların yəni sözündən mən belə münasibət yəni aldım ki, bunların hər biri xoş aura ilə mənə dedilər ki, klip çəkdir bu mahnıya. Yəni bu mahnıya klip çəkdirmək o deməkdir ki, sən bu mahnını mənimsəmirsən, yəni bu mahnı sənin səsinə daha çox uyğundur. Bir neçə verilişlərdə də məni sırf Əsən Yerlər mahnısına görə qonaq çağırmışdılar. Əsən Yerlər mahnısını oxumuşdum, yəni dinləyirlərsə nə xoş mənə. Vüqar bəy, sonda sizin ifanızda kiçik bir mahnı parçası dinləmək istərdik. Yəni sizin həzin, məxməri səsinizdən kiçik bir mahnı. Mənim üçün də xoş olardı sizlər üçün ifa etməyim. Zeynəb Xanlarovanın ifasından Nədən oldu mahnısını, yəni Zeynəb Xanlarova qədər yaxşı oxumasam da çalışacağım ki, mən də nələrsə edim. Əllərinin üzü məndən yarım bir baş gedən oldu. Əllərinin üzü məndən yarım bir baş gedən oldu. Can deyib can eşiderdik, bu ayrılık neden oldu? Can deyip can eşiderdik, bu ayrılık neden oldu? Öz eşkinden dileğinden ayrı düştüm illerlemen. Öz eşkinden dileğinden ayrı düştüm illerlemen. Ama senden ayrı gezen yürek değil beden oldu. Yürek değil beden oldu. Neden oldu? Vüqar bəy, nə yaxşı ki sizin kimi gənc müğənnilər bugün musiqi sahəsində yeni addımlarını atır. İnşallah uğurlarınız bol olsun. Biz də yeni uğurlarınızı işıqlandırmaq üçün sizi çağıraq və səmimi söhbət edək. Gözəl ifa üçün də, gəldiyiniz üçün də sizə minnətdarıq. Yolunuz sizə həmişə açıq olsun, uğurlarınız bol olsun. Çox sağ olun. Çox sağ olduğumu mən də qeyd edim ki, nə yaxşı ki sizlər varsınız, həqiqətən deyirəm. Yəni bir çox efirlərin, kanalların etmədiyi işləri görürsünüz. Cavanlara dəstək olmaqla çox yəni yaxşı, xeyirli bir işlər görürsünüz ki, mənim kimi yəni cavan müğənnilər də gəlib sizləri görür, sizlərin burada xeyir duasını alır. Star xəbər yaxşı ki var, həqiqətən də çox sevindim bugün burada olmağıma. İnşallah gələcək zamanlarda da mənim təqdimatlarımda, hər hansı işlərimdə mütləq Star xəbər olacaq. İnşallah, çox sağ olun. Sağ olun. Sağ olun.